Huşə. 2-ci fəsil. Qardaşlarınızı xalqın, bacılarınızı isə mərhəmət tapmış deyə çağırın. İsrailin xəyanəti. Qınıyın siz ananızı, qınıyın. Çünki o mənim arvadım deyil, mən də onun əri deyiləm. Qoy üzündə görünən fahişəliyi, qoynunda olan xəyanəti atsın. Yoxsa onu çıl-çılpaq soyundurub lüt anadan gəlmə eləyəcəyəm. Mən onu səhra, quru torpaq kimi eləyəcəyəm. Susuzluqdan öldürəcəyəm. Onun balalarına da rəhm eləməyəcəyəm. Çünki onlar da xəyanət övladıdır. Onların anası zina elədi. Onlara hamilə qalan qadın rəzillik elədi. Çünki dedi, oynaşlarımın dalınca gedəcəyəm. Axı çörəyimi, suyumu, yunumu, kətanımı, zeytun yağımı və içkimi verən onlardır. Buna görə də onun yolunu qanqallarla kəsib önünə hasar çəkəcəyəm. Öz yolunu tapa bilməyəcək. Oynaşlarının dalınca gedəcək. Amma onlara çatmayacaq. Onları axtaracaq, amma tapmayacaq. O zaman deyəcək, qoy öz əvvəlki ərimin yanına qaydım. Çünki o vaxt halım indikindən yaxşı idi. Amma o bilmirdi ki, ona taxılı, təzə şərabı, zeytun yağını verən mənəm. Baal bütü üçün sərf elədikləri qızıl gümüşü çoxaldan mənəm. Buna görə də öz vaxtında taxılımı, öz mövsümündə təzə şərabımı geri alacağam. Onun çılpaqlığını örtmək üçün verdiyim yunu və kətanı əlindən alacağam. İndi oynaşlarının önündə onun ayıbını üzə çıxaracağam. Kimsə onu əlimdən qurtara bilməyəcək. Onda olan bütün şadlıqlara, bayramlara, təzə ay mərasimlərinə, şənbə günlərinə və bütün təntənələrə son qoyacağam. Onun meynələrini və əncir ağaclarını məhv eləyəcəyəm. O bunlar barədə deyirdi. Bu oynaşlarımın mənə verdiyi muzdur. Bağlarını tikanlığa çevirəcəyəm. Çöl heyvanlarına yem olacaqlar. Baal bütlərinə buxur yandırdığı günlər üçün onu cəzalandıracağam. O vaxt halqalar və cəvahiratla özünü bəzəyərək oynaşlarının dalınca getmiş, məni isə unutmuşdu. Rəbb belə bəyan eləyir. Amma mən onu dilə tutub səhraya aparacağam. Onun ürəyincə olan sözlər deyəcəyəm. Orada ona üzüm bağları verəcəyəm. Akor vadisini ümid qapısına çevirəcəyəm. Cavanlıq günlərində olduğu kimi, Misir torpağından çıxdığı gün kimi orada nəğmə oxuyacaq. Rəbb bəyan eləyir. Həmin gün mənə ərim deyəcəksən, artıq ağam deməyəcəksən. Baal bütlərinin adını dilindən siləcəyəm. Onların adı bir də yada salınmayacaq. O gün sənin asayişin üçün çöl heyvanları, göy quşları və yerdə sürünənlərlə əhd kəsəcəyəm. Ölkədən kamanı, qılıncı, müharibəni götürəcək, səni əmin-amanlıqda yatıracağam. Səni əbədi olaraq özümə nişanlayacağam. Salihlik, ədalət, məhəbbət və mərhəmətlə səni özümə nişanlayacağam. Səni sədaqətlə özümə nişanlayacağam. Sən də Rəbbi tanıyacaqsan. Rəbb bəyan eləyir. O gün hay verəcəyəm. Göylərə hay verəcəyəm. Onlar da yerə hay verəcək. Yer isə taxıla, təzə şəraba və zeytun yağına hay verəcək. Onlar da İzrail'ə hay verəcək. Xalqımı ölkədə özüm üçün əkəcəyəm. Mərhəmət tapmamış dediyimə mərhəmət eləyəcəyəm. Xalqım deyil dediyimə xalqımsan deyəcəyəm. O isə mənə Allahımsan deyəcək.